Cəmi tapın. Gəlin hesablayaq. 11 üstəgəl 4. Dostlar, təkliklər 1 təklik burada var, 4 təklik burada var. 1 ilə 4-ün cəmi neçə eləyir? 5 təklik. Onluqlarda nə var? Sadəcə 1 onluq var. Cavabımız oldu 15. Doğru cavab B variantındadır. Toplama əməlində toplananların yerini dəyişdikdə cəm dəyişməz qaydasına aid nümunə hansı bənddə doğru verilmişdir? Baxaq. A variantında yazılıb. 5 üstəgəl 2 bərabərdir 7, 2 üstəgəl 5 bərabərdir 7. Qayda necədir? Toplama əməlində toplananların yerini dəyişdikdə. Burada toplananlar 5 və 2. Yerini dəyişmişik 2 və 5. Cəmdə dəyişməyib, olduğu kimi qalıb. Deməli, bu artıq bizim doğru cavabımızdır. Digər variantlara da baxaq. 6 üstəgəl 5 bərabərdir 11, 9 üstəgəl 2 bərabərdir 11. Düzdür, cəm dəyişməyib, amma bunlar eyni toplananlar deyil dostlar, düzdür. Necə olmalıydı? 6 keçməli idi bura, 2-nin yerində 6 olmalıydı, 5 də keçməli idi bura. Toplananlar tamamilə dəyişib, sadəcə yerlərini dəyişməyib. Bu doğru cavab ola bilməz. C-yə baxaq. 6 üstəgəl 7 bərabərdir 13, 10 üstəgəl 3 bərabərdir 13. Yenə cəm dəyişməyib, amma baxın, toplananlar yenə fərqli toplananlardır. Burada əslində olmalıydı 6, burada olmalıydı 7. Deməli, bu da bizim cavabımız deyil. Doğru cavab oldu A variantında. Ramizin 7 kitabı var idi. Müəllimi ona 5 kitab da verdi. Ramizin neçə kitabı oldu? Əvvəlki say nə qədər idi? 7. 5-i də əlavə olundu. Cəmi nə qədər oldu? 7 ilə 5 toplayanda eləyir 12. Doğru cavab B variantındadır. Samir 5, Orxan 3, Nigar 6 karandaş aldı. Onlar birlikdə neçə karandaş aldı? Gəlin baxaq. Samir alıb 5 karandaş, Orxan alıb 3 karandaş, Nigar alıb 6 karandaş. Şərtdə bizdən cəmini soruşur, düzdür? Birlikdə neçə karandaş aldıqlarını soruşur. Necə tapacaq? 5 üstəgəl 3 üstəgəl 6. 5 ilə 3-ü toplayanda eləyir neçə? 8. 8-in üzərinə 6 gələndə eləyir 14. Doğru cavab A variantındadır. 3 təklikdən və 1 onluqdan ibarət olan ədəd aşağıdakılardan hansıdır? Gəlin bir ədəd fikirləşək. Təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi. Təkliklər mərtəbəsində 3 təklik olmalıdır. Yazaq. Onluqlar mərtəbəsində də 1 onluq olmalıdır. Yazaq. Neçə oldu? 13. Ədədimiz sən demə 13 imiş. A variantı doğru cavabdır. 69-dan sonraki ədəd neçədir? Dostlar, ədəd oxunda 69-dan sonra neçə gəlir? Bunu tapmaq üçün 69-un üzərinə 1 gəlməliyik. Yəni 70. Doğru cavab oldu C variantında. 5-5 saymaqla buraxılmış ədədi tapın. Bizə bir ədəd oxu verilib 15, 20. 15-in üzərinə 5 gəlmişik, 20 eləyib, düzdür? İndi 20-nin üzərinə 5 gələndə də sual işarəsinin yerindəki ədəd olmalıdır. 20 ilə 5 toplayanda neçə eləyir? 25. 25-in də üzərinə 5 gələndə növbəti ədəd, yəni 30 eləyəcək. Həqiqətən də 25-in üzərinə 5 gələndə 30 eləyir. Deməli, buraxılmış ədəd sual işarəsinin yerinə uyğun gələn ədəd neçə imiş? 25 imiş. Doğru cavab oldu B variantında. Müqayisə edin. Dostlar, sol tərəfdə 3 dənə 5 qəpiklik var. Yəni 5 üstəgəl 5 üstəgəl 5. 5 ilə 5-in cəmi 10. 10-un da üzərinə 5 gələndə eləyir 15. Yəni sol tərəfdə ümumi 15 qəpik var. Sağda neçə var? Bir dənə 20 qəpik var. Bir dənə də 5 qəpik var. 20 ilə 5-in cəmi eləyir 25. 15 ilə 25-in arasında hansı böyükdür? Əlbəttə ki, 25 15-dən daha böyükdür. Deməli, 15 25-dən kiçikdir. Kiçikdir işarəsindən istifadə eləməliyim. Doğru cavab oldu C variantında. Murad 6 manat olan kitabı almaq üçün satıcıya 10 manatlıq verdi. Satıcı Murada neçə manat qaytarmalıdır? Dostlar, kitabın qiyməti 6 manatdır. Amma Murad ödəyib 10 manat. 10 manatdan 6-sını kitaba verəndən sonra nə qədər qalacaq? Satıcı Murada nə qədər qaytarmalıdır? Bunu tapmaq üçün 10-dan 6-nı çıxmalıyıq. 10 çıxılsın 6 bərabərdir 4-ə. Cavabımız oldu B variantında. Dəftərin uzunluğu 19 cm-dir. Qələmin uzunluğu isə dəftərin uzunluğundan 7 cm qısadır. Qələmin uzunluğu neçə cm-dir? Gəlin yazaq. Dəftərin uzunluğu 19 cm-dir. Qələmin uzunluğu nə qədərdir bilmirik. Amma o dəftərin uzunluğundan, yəni 19-dan 7 cm qısadır. Çıxılsın 7 cm. Neçə cm qalacaq? 12 cm. Deməli, qələmin uzunluğu 12 cm imiş. B variantı doğru cavabdır. Verilmiş əşyalardan hansı daha ağırdır?
Şəkildə nə görürük? Bir dənə top görürük, bir ədəd qarpız, bir dənə də şar. Dostlar, bunların içərisindən ən yüngülü bildiyimiz kimi şardır, düzdür? Hətta külək şarı havaya qaldıra bilir. Şar o qədər yüngüldür ki, biz onu qaldırmadan külək özü də qaldıra bilir. Şar olmaz. İndi topla qarpızın arasında. Topla biz oyun oynaya bilirik, düzdür? Topu rahatlıqla götürürük, onu məsələn dostumuza ata bilirik, ya da məsələn topla futbol oynaya bilirik. Topla oynamaq bizim üçün asandır, çünki o çox ağır deyil, nisbətən yüngüldür. Qarpızı isə qaldırmaqda çətinlik çəkirik. Bunların arasında ən ağır olan qarpızdır. C variantı doğru cavabdır. Noyabr ayından sonra hansı ay gəlir? Dostlar, gəlin ayları ilk başdan sıralamağa başlayaq. Birinci ay hansıdır? Yanvar. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr. Deməli, noyabrdan sonra gələn ay dekabrdır. Doğru cavab C variantındadır. Oktyabr ayı hansı fəslə aiddir? Gəlin verilmiş fəsillərin hər birinə aid olan ayları sayaq. Yay ayına hansı aylar aiddir? İyun, iyul, avqust. Oktyabr bunların arasında yoxdur. Qışa hansılara aiddir? Dekabr, yanvar, fevral. Yenə oktyabr yoxdur. Payız ayları hansılardır dostlar? Sentyabr, oktyabr və noyabr. Payız aylarından biri oldu, oktyabr. Deməli, oktyabr payız fəslinə aiddir. C variantı doğru cavabdır. Şəkildə saat neçəni göstərir? Dostlar, verilmiş saatda saatın neçə olduğunu necə müəyyənləşdirə bilərik? Saatın kiçik əqrəbi saat göstərir, düzdür? Saat 5 olmalıdır. Böyük əqrəb isə dəqiqəni göstərir. Böyük əqrəb 12-nin üzərində duranda nə deməkdir? Yəni 5 tamamdır deməkdir. Saat 5 tamamdır. B variantı doğru cavabdır. 3 litr su tutan balonu 2 dəfə doldurub boş vedrəyə tökdülər. Onun dolması üçün daha 2 litr su tökmək lazımdır. Vedrə neçə litr su tökdür? Dostlar, gəlin bunu tapmaq üçün biz şəkil çəkək. Boş bir vedrə şəkli çəkək və əlimizdə bir dənə də balon var. Balonumuz 3 litr su tutur. 3 litrlikdir. Deyir ki, bu balonu 2 dəfə tam doldururuq və vedrəyə tökürük. Birinci dəfə tökəndə vedrəyə 3 litr su əlavə olunacaq. Sonra balonu yenə doldurub yenə tökəndə 3 litr daha su əlavə olunacaq, düzdür? Vedrəyə cəmi nə qədər su əlavə elədik? 3 litr, üstəgəl 3 litr, 6 litr. Deməli, biz vedrəyə 6 litr su tökdük. Amma deyir ki, vedrənin dolması üçün onun 2 litr suya daha ehtiyacı var. Yəni, vedrə nə vaxt dolar? 6 litrdən sonra hələ 2 litr də əlavə eləməliyik ki, vedrə dolsun. Yəni 8 litrdə vedrə dolur. Deməli, vedrə neçə litr su tutur? 8 litr. B variantı doğru cavabdır.